Her o bizdə indi lotu deyirlər, oğru deyirlər. Bu sözlər ikisi də bizdə biraz başqa cür başa düşülən sözlərdir. Ancaq onu hardasa düz başa düşməyə lazımdır, başqa cür yox. Mənə elə gəlir ki, oğru böyük hərflə deyir. O düzgünlük, təmizlik, o tanrı da birinci salmazlar, böyük hərflə gedir. Qabiliyyət, qanacaq, hər şey orada olur. Hər o küçədən gedən qadının boynundan səfid artıq qulağının üstünə ona oğru demək, ona oğru adı da düşmür. Bax ki, oğru budur, böyük bukla ilə. Bəs bunun böyük bukla oxu da, rəhmətli nə olur? Özümə Məhəmməd, çox çətinli tərifliysən, amma oxumalı. Onu tərifləmə, burası bizim birinci oğrumuz. Bu bizə Ruslardan gələn bir ideya olur. Biz də onu öz milli şərifimizə görə qəbul eləmişik. Lazım olan hissəsini götürmüşük. Onu da kasat eləmişdik. Hər həftə qurtarmışdı özümə. Bizim birinci oğlumuz olub 27-ci illərdə. Rəşid oğlu Məhərrəm. Bəlkə yaşlılar yaşıyor. O bizim Azərbaycanın birinci oğlusu oldu. Sonra o pokoleniyalar olublar. İndi də gəlib bizə çatırlar. Biz də harada istəyək ki, bu ad əgər bizim üstümüzdə varsa, biz onu əsl, təmiz, düz necə lazımdır, hələmsi ilə aparasınız. Biz üçün o maşındır, mal dövlətdir, geyindir, keçindir. Belə şeylər həyatda hamısı gəlib gedər şeydir. Və bir İskəndər Zülqədər oldu, Aleksandr Makedonski, Ruslar deyirlər. O öləndə, 15 yaşında, məsələn, Dariya İranın şahı olub o vaxtı Farslarda. O onu 15 yaşında məhv edir, o Dariyanı. İskəndər Zülqədər. 15 yaşında bu adam şahoğlu olub, məsələn, əlinə qılınc alıb. Bu adam dünyanı başlı zəbt edir. İndi onu bilənlər bilirlər. Bu o qədər qudurub ki, qudurmayıb və bu dünyanı zəbt edib. Axırda da gedib Nizaminin şeirində də var o da ki, gedir o dirlik suyunun dalıydı. Orada gedəndə o qızdırma xəstəliyinə tutulur. Orada da o ölür. O ölməmişdən qabaq çağırır öz bütün o Aristotel, bunlar hamısı onun sarayında olan alimlər olurlar. Bu çağırır bütün o saray alimlərin yanına. Deyir ki, mən sizə bir vəsiyyət eləyirəm, mən öləcəyəm. Mən öləndə, mənim tabutumu aparanda, mənim tabutumdan 2 dənə deşik açarsınız, mənim əllərimi o deşiklərdən çıxardarsınız burağa. Orada da alimlər olurlar da buna sual edirlər, nəyə görə? Ona görə ki, qoy cəmaat bilməsin ki, mən gedəndə, o dünyaya gedəndə, özümlə nə apardım.